Cənab İlham Əliyev. Onu da qeyd etmək istəyirəm ki, Kənan Bayramov və Qurban İsazadənin barəsində əkinçilərdən yuxarı təşkilatlara minlərlə şikayətlər getmişdir. Amma hazıra qədər onların barəsində bir tədbir görülməmişdi. Yenə də onlar çaylaq sularından istifadə edən əkinçilərdən hər hektarın su haqqı 5 manat 71 qəpik olmasına baxmayaraq 20 manat tələb edirlər və subartizan suyundan istifadə edən əkinçilərdən isə 40-60 manat su haqqı tələb edirlər. Yəni onların bu suvarmanı təsdiq edən heç bir sənədləşməsi də yoxdur. Ona görə də xahiş edirik ki, bu üzdən iraqlardan bu əkinçilərin canını qurtarasınız. Bunlar bu vəzifəni mənimsəyəndən sonra bütün əkinçilər arasında və suvarma sistemləri idarə arasında mübahisələr günü-gündən böyüyür. Xahiş edirik, belə üzdən iraqlardan biz əkinçilərin canını qurtarasınız. Dediklərimiz səmimiyyətinə xahiş edirəm, inanın. Sağ olun.